Son illər havaların quraq keçməsi, o cümlədən yağıntıların miqdarının az olması Muxtar Respublikaya da təsirsiz ötüşməyib. Bu səbəbdən həm yeraltı suların, həm də kaptaşların qidalanmasında çətinliklər yaranır. Bu da Muxtar Respublikada da əhalinin içməli suya olan tələbatının, yəni təminatının ödənməsində çətinliklər yaradır. Hazırda bu çətinliklərin aradan qaldırılması üçün işlər görülür. Qeyd etmək istəyirəm ki, Babək rayonunun Cəhri qəsəbəsi, o cümlədən Payız kəndində içməli su təminatını yaxşılaşdırmaq üçün Cəhri çay üzərində yeni kaptaj tikilib. Mövcud kaptajlarda təmir olunaraq su toplama qabiliyyəti artırılıb. Hazırda kənddə su xəttində təmizləmə işləri aparılır. Eyni zamanda köhnə borular yeniləri ilə əvəzlənir. Zəruri hissələrdə cari təmir, bərpa işləri görülür. Cəhri qəsəbəsinə xidmət edən uzunluğu 220 metr olan yeni kaptajdan saniyədə 15-20 litr su götürülərək mövcud xəttə verilir və işlər artıq başa çatdırılıb. Həmçinin Payız kəndində də mövcud kaptajlar bərpa edilir. Yeni tikilən kaptaja diametri 300 mm, uzunluğu 90 metr olan su qəbul edici boru salınıb və saniyədə 40-50 litr su götürülür. Bundan əlavə diametri 219 mm olan 650 metrlik xətt çəkilərək mövcud xəttə birləşdirilib. Və hazırda da işlər davam etdirilir. Diametri 160 mm olan 1300 metrlik borular yeniləri ilə əvəz olunur. Mövcud kaptajın, belə desək, 700-800 metrlik boruları çıxarılaraq təmizlənir, lildən arındırılır və qaynaq edilərək yenidən xəttə qoşulur. Cəhri kaptajında artıq işlər başa çatdırılıb. Payız kəndində isə hazırda işlər davam etdirilir. Qeyd etmək istəyirəm ki, bir daha hazırda borular çıxarılaraq təmizlənir və yenidən, belə desək, montaj edilərək bastırılır.